Parallelogram ve rombun sahəsi. Birinci. İti bucağı 30 dərəcə olan romb ilə kvadratın sahələri bərabərdir. Rombun perimetrinin kvadratın perimetrinə nisbətini tapın. Rombun sahə düsturlarından biri belədir rombun. Deməli, a kvadrat sinus alfa. A burada rombun tərəfi, alfa da iti bucağıdır. Ümumiyyətlə, istənilən bucağı ola bilər. Kör də ola bilər. Kvadratın sahə düsturu isə belədir. Tərəfin kvadratı. Kvadratın tərəfi b olsa, sahəsi olur b kvadrat. Deyir, sahələr bərabərdir. Yəni, a kvadrat sinus 30 dərəcə bərabərdir b kvadrat. Sinus 30 2-də 1 olduğuna görə olur 2-də 1 a kvadrat bərabərdir b kvadrat. Kök asuq olur 1 böl kök altda 2a bərabərdir b. Buradan alınır ki, a böl b bərabərdir kök altda 2. Surət məxrəci 4-ə vursuq, 4a böl 4b bərabərdir kök altda 2. Onda rombun perimetri böl kvadratın perimetri bərabər oldu kök altda 2 böl 1. Y bəndi. İkinci. Paralelogramın sahə düsturlarından biri belədir ki, S bərabərdir. Deməli, AB sinus alfa. Yəni, iki tərəf arasında qalan bucağın sinus asıdır. Onda bu düsturdan istifadə edib biz üçbucaq BDC-nin sahəsini taparıq. Üçbucağın da sahə düsturu 2-də 1 BD DC sinus BDC. Yəni üçbucaqda sahə bərabərdir. İki tərəfi ilə onlar arasında qalan bucağın sinus sahəsinin yarısı. Bu düsturdan istifadə edək. Üçbucağın əvvəl sahəsini tapaq. 6 kök altda 3, 6 sinus 60 dərəcənin qiyməti kök altda 3 bölü 2. Edir 27. Diaqonal paralelogramı 2 bərabər üçbucağa böldüyündən, onda paralelogramın sahəsi üçbucağın sahəsi 2 dəfə böyük olur. 2 vurur 27-yə 54. D bəndi. Deməli, o paralelogramın sahə düsturunu yazdım ki, qalsın. O lazım olanda istifadə eləməkdir. Üçüncü. Paralelogramın tərəfləri 4 və 6-dır. Onun kiçik hündürlüyü 3 olarsa, böyük hündürlüyünü çəkin. Deməli, paralelogramın sahə düsturlarından biri də belədir ki, tərəf vurulsun həmin tərəfə indirilən hündürlük. B vurulsun HB. A tərəfdir, H da həmin tərəfə çəkilən hündürlükdir. Mesela 1 olsun A. Burada H'a. Bu taraf olsun B. Bu da HB. Bizim məsələdə onda sahə bərabərdir bir tərəfdən.
Deyir kiçik hündürü 3'dür. Kiçik hündürü böyük tərəfə çəkilir. Böyük hündürlüğü olsun x. Onda paralelogramın sahəsi bir tərəfdən 4 vur x-i, digər tərəfdən 6 vur 3-dür. Buradan x-i tapsıq. 618'i böləcək 4'e edəcək 4,5. B bəndi. Dördüncü. Paralelogramın hündürlükləri 6, 16, onun böyük tərəfi 24'dür. Onda S bərabərdir. Böyük tərəfi 24 ise böyük tərəfə çəkilən hündürlük 6 olacaq. 24 vur 6 paralelogramın sahəsidir. Bir tərəfdən, digər tərəfdən 16 vur H deyək hündürlüyə. Burada H'ı tapanda 24 vur 6'nı bölü 16'ya. 8'e ixtisar gedir 2. 8'e ixtisar gedir 3, 2. 6 da 2'ye bölünür 3. 3'te 3, 9. D bəndi. Tərəfi 21, hündürlüyü 14 olan rombi ilə eyni sahəli kvadratın tərəfini tapın. Rombun sahə düsturlarından biri belədir ki, tərəf vur həmin tərəfə çəkilən hündürlük. Romda iki tərəfə çəkilən hündürlük ilə bərabər olur. Deməli, onda rombun sahəsi oldu 21 vur 14. Deyir, rombi ilə eyni sahəli kvadratın tərəfini tapın. Kvadratın tərəfi x olsa, onda kvadratın sahəsi olacaq 21 vur 14. Bunu da yaza bilərik 3 vur 7, 2 vur 7. Kök alsıq olacaq 7, kök altı 6. C bəndi. Tərəfi 2 olan kvadratın iştiqlənmiş hissəsinin sahəsini x ilə ifadə edin. İştiqlənmiş hissə paralelogramdır. Paralelogramın tərəfini verib x, hündürlüyü də 2'dir. 2 həmin paralelogramın elə hündürlüyüdür. Onda sahəsi olacaq 2 vur x. B bəndi. 7. Tərəfi 1 olan kvadratın iştiqlənmiş hissəsinin sahəsini tapın. S bərabərdir. X vurulsun 1. Yəni x. D bəndi. 8. Tərəfi 26, hündürlüyü 13 olan rombi ilə eyni sahəli kvadratın tərəfini tapın. Kvadratın tərəfi A olsa, sahəsi A kvadrat olar. Rombun da sahəsi tərəf vur hündürlüyüdür, paralelogram olduğundan. 26 vur 13. 26'nı 2 vur 13 yazsıq. Onda buradan A bərabər olur 13 kök altda 2. A bəndi. 9. Paralelogramın sahəsi 24, böyük tərəfi isə 6'dır. Onun ikisi hündürlüyünü tapın. Deməli, paralelogramın sahə düsturundan alınır ki, hündürlüyü bərabərdir. Sahə bölünsün tərəf. Bu da edir 4. B bəndi. 10-cu. Tərəfi 12, körbucağı 150 olan rombun sahəsini tapın. Rombun sahə düsturlarından biri belədir ki, A kvadrat sinus alfa. Onda S bərabər olur. Tərəfi 18 olur, 18'in kvadratı. Tərəfi 12'dir.
12'nin kvadratı sinüs 150 derece. 12'nin kvadratı 144, sinüs 150 derece 2 ile 1 edir. Bu da beraberdir 72. A bəndi. 11. Tərəfi 12 kör bucağı 150 olan rombun sahəsini tapın. 12'nin kvadratı var. Yox. 11. 9, 10. Paralelogramın sayısı onun kiçik tərəfi 9, onun böyük hündürlüyünü tapın. Deməli bu tərəfi 12 kör bucağı bu 14 idi, bu 11 idi. 11A, sonra 10 ilə indi. 10. Onda bir paralelogramın sayısı 18. Kiçik tərəfi 9'u. Onun böyük hündürlüyünü tapın. Böyük hündürlüyünü tapanda sayısını böləcəyik. Kiçik tərəfinə 9'a. Eləyir 2. 2 D bəndi. 11. 11 eləmişik 12. Kör bucağı 150, tərəfi 20 olan rombun sayısını tapın. A kvadrat sinüs alfa. Sahə düsturu. Tərəfi 20, 20'nin kvadratı var. Sinüs 150. Dördüz. Tərəfi A sayısı A kvadrat bölü 2 olan rombun iti bucağını tapın. Rombun sayısı A kvadrat sinüs alfa olur. Sahəyə də verib A kvadrat bölü 2. Buradan sinüs alfa bərabərdir 2 ilə 1. Sinüs alfa da 2 ilə 1'ə bərabər olar 30 dərəcədə. Cavab C bəndi. 14. Tərəfi A sahəsi A kvadrat kök altda 2 bölü 2 olan rombun kör bucağını tapın. Buradan A kvadratı ixtisar eləsək, sinüs alfa bərabərdir. Kök altda 2 bölü 2. Alfa da bərabər olur 45 dərəcəyə. Kör bucağı soruşduğuna görə kör bucaq 180 çıx 45 dərəcə. O delir 135 derece. A bəndi. 15. Rombun tərəfi onun diagonallarının həndəsi ortasıdır. Yəni D1 bölmək A bərabərdir A böl D2. Rombun iti bucağını tapın. Buradan alınır D1 D2 bərabərdir A kvadrat. Rombun sahə düsturları. Biri A kvadrat sinüs alfadır. Digəri D1 D2 bölü 2'dir. Diagonallar arasının yarısıdır. Onda şərti burada nəzərə alsaq. A kvadrat sinüs alfa bərabər olar. A kvadrat bölü 2'yə. Sinüs alfa bərabərdir 2 ilə 1. Alfa bərabərdir 30 dərəcə. Cavab Y bəndi. Bucaqların nisbəti 1 bölü 5 olan tərəfi A olan
Bilərək rombun sayısını tapın. Rombun iti bucağı ilə kör bucağın cəmi 180 dərəcə olur. Qarşı bucaqları da bərabər olur. Bucaqlar 5 nisbətindədirsə, onda K plus 5K bərabərdir 180 olar. 6K 180 dərəcə. K olar 30 dərəcə. Deməli, iti bucağı oldu 30 dərəcə. Tərəf A olduğuna görə sahə bərabərdir. A kvadrat sinus alfa üsulundan istifadə edirik. A kvadrat sinus 30 dərəcə. Bu nedir? 2'də 1 A kvadrat. D bəndi. 17. Hündürlükləri 3 və 4 perimetri 28'e bərabər olan paralelogramın sayısını tapın. Paralelogramın perimetri 2 vurulsun A plus B'dir. AB tərəfləridir. 28'e bərabərdir. Sahəsi bir tərəfdən 3 vur A'dır, digər tərəfdən 4 vur B'dir. Onları da bir-birinə bərabər götürdük. Buradan alınır ki A plus B bərabərdir 14. B'yi tapsıq 14A. İkinci itəlliyi də qoysuq yerinə 3A bərabərdir 4 vurulsun 14A. Alınan bu təlliyi həll eləyək. 7A 56, A ilədir 8. Tərəfin biri 8, o biri də oldu. 14 çıx 8, 6. Bizdən soruşur, paralelogramın dir sayısını tapın. Sahə bərabərdir. 3 vur 8. Bu deyilir 24. Y bəndi. 18. Paralelogramın tərəfləri AB, B'yə sayısı isə 2'də kök altında 2 AB'yə bərabərdir. Paralelogramın iti bucağını tapın. Sahəsi kök altında 2'də AB'yə bərabərdir. Paralelogramın sahəsi bir tərəfdən AB sinüs alfadır. Yəni bundan istifadə edərik də. Verib ki, sahə bərabərdir. Yəni AB sinüs alfa bərabərdir. Kök altında 2 bölü 2 AB'yə. Hər tərəfi AB'yə bölək, sıfırdan fərqli olduğuna görə bölmək olar. Buradan da alfa bərabərdir 45 dərəcə. B bəndi. 19. ABCD paralelogramda AB 6, AC 8'dir. AB 6, AC 8. D təpəsindən AD tərəfinə, D təpəsindən AB tərəfinə qədər məsafə 7'dir. Deməli, AB 6, AC 8. D təpəsindən AB tərəfinə qədər məsafə 7'dir. D təpəsindən AC diagonalına qədər məsafəyə tapın. D təpəsindən AC diagonalına qədər. Burada bir də perpendikular indirək.
DF soruşur bizdən. Əvvəlcə paralleqramın sayısını tapaq. Tərəf vurulsun həmin tərəfə endirilən hündürlük. 6 vurulsun AB tərəfinə 7. 6 vur 7. Oldu 42. Paralleqramın sahəsidir. Diagonal paralleqramı 2 bərabər üçbucağa böldüyündən üçbucaq ACD-nin sahəsi 42-nin yarısı olar. 21 olar. Digər tərəfdən üçbucaq ACD-nin sahəsini tapa bilərik. 2-də 1 tərəf AC vurulsun DF kimi. AC-ni də verib 8-dir. 2-də 1 vur 8 vur DF. Bu elədir 4 vur DF. Eyni paralleqramın sahəsi bir tərəfdən 4 vur DF-dir. Digər tərəfdən 21-dir. Buradan DF-i tapırıq. 21 bölü 4 verir 5,2. 21'i 4'e böldü 5,4'te 1 edir. C bəndi. Deməli, nömrə 21-də sahələrin məlum xassəsinə görə, yəni S üçbucaq AMD böl S üçbucaq BMD bərabərdir AM böl MB. Verilənləri nəzərə alsaq. Beraberdir 126 vur 14 böl 18. Beraberdir. %26 ile 18. 126 18'e bölünür. 9'a bölünürler ikisi de. 9'a bölende 1 4. Bu da 9'a bölünür 2 7 de. 7 de 14 98. Onda S üçbucaq ABD-ni tapa bilərik. 126 üstə gəl 98. Eləyir 224. Bizdən soruşur üçbucaq CBD-ni. S üçbucaq CBD bərabərdir S üçbucaq ABD-yə. Bu da 224. D bəndi. Deməli, ADB üçbucağında DM parçası çəkildiyindən bu AMD üçbucağın sayısı, DMB üçbucağın sayısı AM MB-nin sahə tərəf nisbətlə bərabər. Tərəflərin nisbəti yuxarıda yazmışam 30 sürü. Yəni AM-in MB-yə nisbəti 3 bölü 4 olduğundan AMD-nin sayısı olacaq 3x, DMB-nin sayısı olacaq 4x. Onda ABD üçbucağının sahəsi 3x plus 4x 7x olur. Paralleqramın sayısı isə 2 dəfə çox olur. ABCD 2 vur 7x. Yəni 14x olur bir tərəfdən. Digər tərəfdən 84 verir bunu. Onda burada x tapırıq 6. Bizdən soruşur VMD üçbucağının sayısı. O da 4x'i. 4'e vuruq 6 eləyir 24. B bəndi.
Elədiyim 23 idi mən. 23 B bəndi. İndi 22-ni eləyək. Bu deməli 23 imiş. 22. Yirmi iki. A, B, C, D. AM 18. AM 18, VM 19, 2 ise CBD üçbucağının sayısı CBD üçbucağının sayısı 111 ise ABD üçbucağının sayısı da 111'dir. Diagonal paralelogramı 2 beraber üçbucağa bölür. AM'i verib 18, B'mi verib 19. Onda AMD üçbucağının sayısı 18x olur. MBD üçbucağının sayısı 19x olur. Toplayanda eləyir 111. X eləyir 3. MBD üçbucağı sayısını soruşur. 57 B bəndi. AM'in MD'ye nisbəti AM böl MB. 2 bölü 3 olduğuna göre AMD üçbucağının sayısı 2x, MDB üçbucağının sayısı 3x olur. Şərtdə də verib ki, AMD üçbucağının sayısı 24'dür. AMD'ni. Yəni 2x'i verib 24'dür. X oldu 12. Bizden paralelogramın sayısını soruşur. Əvvəlcə üçbucağın sayısını tapsın. Bu AMD. ABD'ni. ABD o 2x üstə gəlir 3x. 5x eləyir sahəsi. Diagonal üçbucağı paralelogramı 2 bərabər üçbucağa böldüyündən ABCD paralelogramın sayısı 5x vur 2 10x olur. X'i də 12 tapmışıq. 10 vur 12 bu da eləyir 120. A bəndi. 25. Rombun perimetrin onun diagonallarının cəminə nisbəti, yəni 4A bölmək D1 plus D2 kök altda 3 olarsa iti bucağın tapın. Romda diagonalların kvadratları cəmi tərəflərin kvadratları cəminə bərabərdir. Buradan müxtəsər Roma düsturuna görə yaza bilərik. D1, D2'nin kvadratı çıxmaq 2 D1, D2 bərabərdir 4A kvadrat. D1, D2'ni yuxarıdan tapsın. D1 plus D2 bərabərdir 4A bölü kök altda 3'dür.
Burada nəzərə alsaq, eləyər 16a kvadrat bölmək 3. Bunu yazaq 4 vurmaq D1 D2 bölü 2 4a kvadrat. Rombun da sahəsi D1 D2 bölü 2'dir həm də. Deməli D1 D2 bölü 2 rombun sahəsidir. Yazdım S. Digər tərəfdən rombun sahəsi üçün ikinci düsturumuz da var. A kvadrat sinüs alfa. Bu bərabərliyin hər tərəfin bu bərabərliyin hər tərəfin 4a kvadratına bölsük. Onlar 4 bölü 3 minus sinüs alfa bərabərdir 1. Sinüs alfa bərabərdir 3'də 1. Alfa da bərabərdir arc sinüs 3'də 1. D bəndi. Deməli, burada biz istifadə elədik rombun sahə düsturundan. Bir sahə düsturu D1 D2 bölü 2'dir. Bir sahə düsturu da A kvadrat sinüs alfadır. Alfa onun iti bucağıdır. D1 D2 diagonalların A da tərəfidir. 26 sahəsi 6, yəni D1 D2 bölü 2 6. Diagonalların uzunluqların cəmi D1 plus D2 8 olan rombun tərəfini tapın. İkinci bərabərlik kvadrata qaldırsaq alarıq. D1 kvadrat üstə gəl D2 kvadrat. Üstə gəl 2D1 D2 bərabərdir 64. D1 kvadrat üstə gəl D2 kvadrat 4a kvadratdır. D1 D2'ni də birinci tənlikdən tapsaq D1 D2 12 eləyir. 12'ni də 2'yə vuranda 24 bərabərdir 64. 4a kvadrat bərabərdir 40. A kvadrat bərabərdir 10. Bizdən soruşur rombun tərəfi. Tərəf də olur kök altda 10. A bəndi. 27. Sahəsi 24 diagonalların uzunluqların cəmi 12. Sahəsi D1 D2 bölü 2 24 ise bu da D1 D2 48 olar. Diagonalların uzunluqları cəmi cəmi 12. Rombun tərəfini tapın. İkinci bərabərliyi kvadrata qaldıraq. D1 kvadrat, D2 kvadrat, üstə gəl 2D1, D2 bərabər 144. D1, D2 kvadratlar cəmi 4A kvadratdır. D1, D2'nin yerine 48 qoyaq. 144. 4A kvadrat bərabərdir 144 çıx 98. Eləyir 46. A kvadrat bərabərdir 14'ten 8 çıxanda 6, 13'ten 9 çıxanda 4, 96. 46 bölmək 4. Deməli 2 də 48, 96, 144'ten 96 çıxanda 48, 48'i 4'e böldü 12, kök alanda 2 kök alta C bəndi. Rombun diagonalları 3-4 ədədlərlə mütənasibdir, sahəsi 150'dir. Deməli rombun diagonallarının hasilinin yarısı sahədir. Deməli diagonalının biri 3K'dır, o biri 4K'dır şərtə görə. Bölü 2 bərabərdir 150. Buradan K kvadrat bərabərdir 25, K bərabərdir 5.
Kiçik diagonalda olur 3K. 3'də 5 15. Cevap 15. 29. Tərəfi 10 diagonalların nisbəti 3 4 kimi olan rombu sayısını tapın. Tərəfi 10 diagonalların nisbəti. Romda diagonalların kvadratları cəmi tərəflərin kvadratları cəminə bərabərdir. Tərəfin biri 3K-dır. Diagonalın biri 3K-dır, o biri 4K-dır. Rombun sayısı 150'dir. Tərəfi də 10'dur. Eləyir 4 vur 10'un kvadratı. 25K kvadrat bərabərdir 400. K kvadrat bərabərdir. Bir də 25 25 150 16. K elədi 4. Rombun sayısını tapın deyir. K 4 elədi. Diagonalın biri 3'də 4 12. O biri diagonal 4'də 4 16. S bərabərdir. Diagonallar arasının yarısı 96. 30. Tərəfi 5 diagonalların nisbəti 3 4. Diagonalların kvadratları cəmi tərəflərin kvadratları cəminə bərabərdir romda. Deməli 9K kvadrat üstəgəl 16K kvadrat. Diagonalları 3K 4K'dır da. Bərabərdir 4 vurmaq. 5'in kvadratı 25. K kvadrat 4, K elədi 2. K 2'dirsə diagonalların biri 3'də 2 6. O biri diagonal 4'də 2 8. Sahəsi diagonallar arasının yarısı. 6 vur 8 bölü 2. 24. Sahə 6 kök altda 3 olan ABCD paralelogramında AB 2 kök altda 3 və AC 30 olarsa AC diagonalını tap. Ve AC 30 derece. Ve AC. Ve AC 30 derece. AB 2 kök altda 3. Sahə 6 kök altda 3 paralelogramında AC diagonalını tap. ABC üçbucağının sahəsi bərabərdir. 2'də 1 vur. 2 kök altda 3 vur AC. Vur sinüs 30. Üçbucağın da sayısı paralelogramın sayısının yarısıdır. Paralelogramın sayısını verip 6 kök altda 3. Onda o da olacaq 6 kök altda 3 bölü 2. 2'lər getdi. Kök altda 3'lər getdi. AC vur 2'də 1. Buradan da AC bərabərdir 6. Tərəfi 4 olan rombun diagonallarının fərqinin modulu 6 olarsa, böyük diagonal D2 olsun, onda D2 çıxmaq D1 6 olar. D2'ni D1'dən böyük götürdük. Tərəfi 4. Tərəfi 4 olan rombun diagonal fərqinin modulu 6 olursa, rombun sayısını tapın. Deməli, birinci bərabərliyi kvadrata qaldırsıq. D1 kvadrat üstə gəl D2 kvadrat. Çıxmaq 2 D1 D2 bərabər 36. D1 kvadrat D2 kvadrat 4A kvadrat olduğunda
D1, D2 də 2S. 2S sahənin ikimislidir. Bərabərdir 36. A-nı verib 4. 4'ün kvadratı 4S 36. Bu eləyir deməli 16. 4'ə vuranda 64. 4S bərabərdir 36. 4S bərabərdir 28. S bərabərdir 7. 33. Sahəsi 48 olan ABCD paralleqramının A və B bucaqlarının təm bölənləri DC tərəfi üzərində M nöqtəsində kəsişir. A, B, C, D. Sahəsi A və B bucağının təməli DC tərəfi üzərində M nöqtəsində kəsişir. M nöqtəsində kəsişir. Deməli, təmbölən olduğuna görə bu tərəf B, buna daxili çarpaz bucaqlar bərabərdir. Bu bucaq buna bərabərdir, bu da digər tərəfdən. Onda buna da B olur. Bura B, daxili bucağın təmböləni olduğuna görə daxili çarpaz bucaqlar da bərabərdir. Onda burada B olur. Burada oldu 2B. Sahəsi 48 olur. DC tərəfində M nöqtəsində kəsişir. AMBC dördbucaqlısının sahəsini tapın. AMCB dördbucaqlısının sahəsini tapın. Deməli, paralleqramın xassəsinə görə sahəsi 48 bunun. Deməli, bu bucağa alfa düşür. Bura 180 minus alfa olur. Üçbucaqlar ki var, rəylədim qırmızı. Bunların sahəsi bərabərdir. Çünki sahəyə tapanda iki tərəf arasında qalan bucağın sinusu ilə sinus 80 minus alfada sinus alfaya bərabərdir. Sahələri bərabərdir. Məsələn, bura S1 deyək, bura S2 deyək, bura da S3 deyək. Məlumdur ki, bu S1 ilə S2-nin cəmi S3-ə bərabərdir. İndi bu verilənlərə görə də S1 S2-yə bərabərdir. S1 S2-yə bərabərdir. S1 üstəgəl S2 üstəgəl S3 isə paralleqramın sahəsidir. S paralleqramdır. S1 S2 bunun yerinə yazaq 2S1 2S2 yazaq 2S2 üstəgəl S3 S1 plus S2'nin yerinə S3 yazaq. Deməli, 2S3 bərabərdir. Paralleqramın sahəsi verib 48. Deməli, S3 bərabərdir 24. S3 24 isə onda S1 S2'yə bərabərdir. Bunlar da 24'ün yarısıdır. 12 olar. Onda S A, M, C, B bərabər olar 24 üstəgəl 12. Bu deyilər 36. 34. ABCD paralleqramda A və B bucaqlarının təmböləni CD tərəfi üzərində M nöqtəsində kəsişir. A, B, C, D. Daxili çarp. Təmbölən olduğuna görə bucaqlar bərabər, daxili çarpaz bucaq olduğuna görə deməli bu bərabər yanlı üç bucaqdır. Burada da eyni qayda ilə. Burada B oldu 2B. A, M, C, B. Deməli dedik ki, bu sahəyə bərabərdir. S1, S1, bana deyək S2. 2S1 də paralleqramın xassəsinə görə 2S1 S2'yə bərabərdir.
AMCB 48 olduğuna göre AMCB. Yani S2 üsse gel S1 48. S2'nin değerini yazar 2S1. 2S1 üsse gel S1 48'i 3S1 48 S1 beraberdi 16. ABCD paralelogramın sayısı S ABCD paralelogramın sayısı beraber olur. Deməli S2'ni de buradan tabana 2'ni vururuq 16'ya eləyir 32. Deməli oldu 16 üstə gəl 16 üstə gəl 32 eləyir 64. Otuz beş. ABCD paralelogramında KM per DK tembölendi. DK tembölen. KM perpendikülerde DC. KM perpendiküler. KM beraber de 6. AKD'nin sayısı 54. BC tarafını tapın. Tembölen üzerinde olan nöqtə bucağın tərəflərindən bərabər məsafədə olduğuna görə K'dan bir də perpendikülər indirəcək AD'yə. Bu da olsun E. Onda tembölen xassəsinə görə KM bərabər olmalıdır KM. Bu deyilir 6. Onda S üst bucaq AKD bərabərdir. AD vurulsun KN bölü 2. Bu da verib 54'dür. KN'de 6'dır. Buradan AD'ye tapdı 18. Paralelogramın karşı tərəfləri bərabər olduğuna görə BC də AD'yə bərabərdir. Bu deyilir 18. 36. Deməli, burada da K nöqtəsindən perpendikülər indirək. K'in bucağın tembölləninə görə K'in KM'ə bərabərdir. Bu deyilir 3. AKD üçbucağının sayısı bərabərdir. AD vur K'in bölü 2. Verib bu bərabərdir 18'e. AD vur 3 bölü 2 18. AD eləyir 12. Karşı tərəflər də bərabərdir paralelogramda. BC bərabərdir AD, bu da bərabərdir 12. Otuz yeddi. Perimetri 12 kör bucaq təpəsindən çəkilən hündürlüyü kök altda 3, 2 kök altda 3 olan paralelogramın iti bucağın dərəcə ölçüsünü tapın. Perimetri 12. 2 vurulsun A plus B 12. AB tərəflərdir. Onda sahə bir tərəfdən kök altda 3 vur A, digər tərəfdən 2 kök altda 3 vur B olar. İkinciden alınır ki A bərabərdir 2B. Birinci təlli 2'ye bölsük və A'nın değerinə 2B yazsıq. 2B plus B bərabərdir 6. 3B 6 B elədi 2. Onda A olacaq 2 vur 2 4. Tərəfləri tapdıq. İti bucağın dərəcə ölçüsünü tapın.
Deməli, paralleqramın onda sahəsini tapaq. S bərabərdir. Deməli, tərəf, məsələn, götürdüm tərəf 4. Böyük tərəfi kiçik hündürlüyə vuracaq. Vuracaq kök altı 3 oldu. 4 kök altı 3 sahə bir tərəfdən. Digər tərəfdən sahə bərabərdir. Paralleqramda AB sinüs alfa. 2 vur 4 vur sinüs alfa. Elədir 8 sinüs alfa. Sahələri bir-birinə bərabər götürək. Eyni paralleqramın sahəsi olduğundan. Buradan sinüs alfa bərabərdir. Kök altı 3 bölü 2. Alfa eləyir 60 dərəcə. İti bucaq oldu 60 dərəcə. Otuz səkkiz. 38. Perimetri 12. Kör bucaq təpəsinə çəkilən hündürlükləri olan paralleqram iti bucağını tapın. Perimetri 12 isə onda 2 qonşu tərəfin cəmi 12 bölü 2 6 eləyər. Hündürlüklər. Deməli, hündürlüklər bir tərəfdən A vur kök altda 2 sahə. Digər tərəfdən B vur 2 kök altda 2'dir. Ona görə bir-birinə bərabərdir. İti bucağını tapın deyir. Deməli, yuxarıdan B-ni tapırıq. B bərabərdir 6 çıxa. Gətirib burada kök altda 2'yə böləndən sonra 2 vurulsun 6 çıxa. B-nin yerinə qiymətini yazırıq. 3A bərabərdir 12. A eləyir 4. A 4 isə B eləyir 6 çıx 4 eləyir 2. Tərəflərini tapdıq. Deyir, paralleqramın iti bucağını tapın. Paralleqramın sahəsini 2 cür tapaq. Tərəf vur həmin tərəfə çəkilən hündürlüyü ilə, bir də iki tərəf arasında qalan bucağın sinusu ilə. Qiymətləri yerinə qoyduq. Alfa tapdıq 45 dərəcə. Nömrə 39. Deməli, AKSD trapesiyası orta xəttin 13 verib. Trapesiyanın orta xətti bərabər olur. Trapesiya oturacaqları cəmli yarısı. Bir tərəf A olsun. Olur A üstəgəl 6 bölü 2. Buradan A-nı tapsıq 20 olur. Deməli, aşağı oturacaq 20 oldu. 20'də onda BK tapsıq. BK-nı. Yuxarı oturacaq da 20'dir. 20'dən 6 çıxarıq. Olayar 14. BK 14'dir. Tənbölən olduğuna görə üçbucaq ABK bərabər yandadır. AB də olur 14 onda. AB də bərabərdir BK-ya, o da bərabərdir 14'ə. Bizdən soruşur paralleqramın sahəsini tapın. Paralleqramın sahəsi. Deməli, paralleqramın sahəsi bərabərdir. İki tərəf ilə, tərəfin biri 14, biri 20. Onlar arasında qalan bucağın sinüs sahəsində. Sinüs 30. 280 vurulsun 2'də 1 bu dediği 140. ABCD paralleqramda A bucağının tənböləni BC tərəfini K nöqtəsində kəsir. A bucağının tənbölünü BC tərəfini K nöqtəsində kəsir. Daxili çarpaz bucaq olduğuna K aşağıdakı A-ya bərabərdir. Üç bucaq bərabər yanına olur. AD 25'dir. AKSD trapesiyasının orta xətti 15'dir. Olsun orta xətt 15'dir. Onda deməli KC üstəgəl 25 bölü 2 bərabərdir 15'ə. Buradan KC bərabərdir 5. KC 5 olsa onda BK
25 çıx 5 eləyir 20. Parallelogram qarşı tərəfləri bərabər olduğundan. Üçbucaq ABK bərabər yanlı olduğundan AB bərabərdir BK-ya. O da bərabərdir 20. Paralelogramın deyir sahəsini tapın. B bucağı 150 dərəcə olduğundan bucaq BAD 180 çıxmaq 150 eləyir 30 dərəcə. Paralelogramın sahəsi iki tərəf ilə 20-25. Onlar arasında qalan bucağın sinüs sahəsində bərabərdir. Sinüs 30. 500 vur 2-də 1 eləyir 250. 41. Paralelogramın hündürlükləri, onlar arasındakı bucaq paralelogramın sahəsini tapın. Paralelogramın hündürlükləri Y, F. Onlar arasında qalan bucaq 60 dərəcə. Dördbucaqlı YBFD-nin bucaqların cəmi 360 dərəcə olduğundan onda bucaq D bərabərdir 180 çıxmaq 60. O da bərabərdir 120 dərəcə. 120 dərəcə. Hündürlükləri verim 6 kök altda 3 8. 6 kök altda 3 8. 8'dir, bu da 6 kök altda 3'dür. Deməli, bucaq AB'ye bərabərdir. BFCD-yə də perpendikulardır, AB-yə də. Onda AB'yi tapanda 90'dan 60 çıxarıq. 30 dərəcə eləyir. Bu bucaq 30. 30'un qarşısındakı katet 8 bölü kök altda 3 olar. Bu. Hipotenüsdə bundan 2 dəfə çox olar. 16 bölü kök altda 3. Bizdən nə soruşur? Paralelogramın sahəsi. S paralelogramın sahəsi bərabərdir. Hündürlüyü 6 kök altda 3'dür. Tərəf də 16 bölü kök altda 3'dür. Eləyir 96. 42. Şəkil ABCD paralel AB tərəfi üzərindəki Y nöqtəsi D və C təbəri ilə birləşdirilmişdir. S1 bölündüyü AD üstbucağın sahələrdir. S1-in S2-yə nisbət. Deməli, bu qaydaya görə bu S1-in S2-nin cəmi S1 ilə S3-ün cəmi S2-yə bərabərdir. S1 deməli X-i S1 S2 3X-i S3'dəki verib ki 12'dir. 2x bərabərdir 12, x bərabərdir 6. S2'ni tapın deyir. S2. S2 neydi burada? S2 3x idi. 3x. 3'ü 6'ya vuran değil 18. Cevap 18. 43. S1 deməli gəl həmin məsələdəndir. S2 bərabərdir S1 plus S3. S2'ni verib 2x. S1'i verib S1 2x, S2 5x. S2 5x, S1 2x. S3 24. X elədi 8. S2'ni tapın. S2 5x. 45.
5'i 8'e vuranda 40. 44. Perimetri 24, iti bucağı 30 dərəcə olan paralleqramın perimetri 24 ise onda qonşu tərəflərin cəmi 24'ün yarısı 12'dir. ABCD paralleqram bir tərəfinə bitişik bucaqların tənbəllərindən qarşı tərəf üzərində kəsişir. Deməli, qarşı tərəf üzərində kəsişəndə onda bu tərəfə B düşüb, bunlar B olur. Burada 2B olur. Onda B üstə gəl 2B bərabərdir 12, 3B bərabərdir 12, B bərabərdir 6. O biri tərəfdə 2B idi, o da 12 idi. Bir tərəf 12 oldu, bir tərəf B oldu 4. 12'nin 3'e bölündü 4, 2 ile 4'e bölündü 8. Bir taraf 4, bir taraf 8. 44 Eylül'ü de. Paralleqramın sahəsini tapın. Paralleqramın sahəsi bərabərdir. İki tərəf arasında qalan bucağın sinusu. Sinus 30'da 2'də 1'dir. Elin 16. 45. ABCD paralleqramın bir tərəfinə bitişik bucaqların təməlləri qarşı tərəf üzərində kəsişir. Tənbölənlər qarşı tərəf üzərində kəsişəndə onda bura B düşür, bu da B'dir. Onda bunlar da B olur. Burada 2B olur. Paralleqram perimetri 48. Perimetri edir deməli 6B. 6B 48'i, B oldu 6. B 8. Bir tərəf 8, o biri tərəfdə 16 oldu. İti bucağı 30'dursa onun sahəsini tap. Sahə bərabərdir. İki tərəf 8 vur 16 vur. Sinus 30, o da 2'də 1 eləyir. 16 8, 8'e 8, 64. Oldu 64. 46. Sahəsi 110 ABCD. Rombunun VD diagonalı üzərində götürülmüş nöqtədən rombun AB tərəfinə qədər məsafə 4'dür. Deməli, sahə bərabərdir tərəf vur hündürlüyü. Sahəni verib AB tərəfinə qədər məsafə verir. VD diagonalı üzərində götürülmüş nöqtədən. Salam. AB tərəfinə qədər məsafə. BD diagonalı üzərində götürülmüş nöqtədə AB tərəfinə qədər məsafə 6 olarsa rombun perimetrini tapın. Sahəsi 100 olan ABCD rombunun VD diagonalı üzərində götürülmüş nöqtədən rombun AB tərəfinə qədər məsafə 4'dür. Sonra şu götürdüğü buradan nöqtə, bu məsafə 4'dür. YF oldu 4. Sahə də verib 110. ABC'nin VD diagonalı üzərində götürülmüş nöqtədə rombun AB tərəfinə qədər məsafə 4'dür.
AD tərəfinə qədər məsafə 6-dır. Yəni ikisini də verir. Bu da K. Bu məsafə isə 6-dır. Bu rombun perimetrini tapın. A və Y nöqtəsini birləşdirək. S üçbucaq ADY bərabərdir S üçbucaq ADV bərabərdir S üçbucaq ADY üstəgəl S üçbucaq VYA. Rombun tərəfini A götürsük. ADV üçbucağının sayısı rombun sayısının yarısıdır. 100 onun yarısı 55. ADY üçbucağının sayısı eləyir 6 vur A bölü 2. Bu bir sahə eləyir 4 vur A bölü 2. Deməli 5A bərabərdir 55. A bərabərdir 11. Rombun tərəfi 11 olsa, perimetri onda 4 vur 11. 44 olur. Sonra 47. Deməli DC də 5 olur. Pifagor teoreminə görə üçbucaq CD F-dən CF tapsaq 4 olar. 4 olar. AY tənbələn olduğundan üçbucaq ABY bərabər yanlı üçbucaqlar VY də 5 olar. Onda S üçbucaq ABY bərabər olar. S üçbucaq ABY bərabər olar. BY vurulsun. CF hündürlüyü vurulsun 2'də 1. BY 5, CF 4 vur 2'də 1. Bu eləyir 10. B bəndi. Sonra S üçbucaq ABCD. S ABCD. 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 Deməli tərəf götürək 12, hündürlüyü də 4. Vuranda elədir 48. A bəndi. Üçüncü. S, A, Y, C, D. A, Y, C, D. Deməli bu trapesiyadır. YC də tapmaq üçün 12'dən 5 çıxır 7 olur. YC də oldu 7. Bunda trapesiyanın sayısını tapanda oturacaqları cəminin yarısı var hündürlük. 19 2'ye vuranda 38. Bu da oldu C bəndi. Sonra burada yazıb ki 2AY'ye bərabər. 2AY'ye bərabər olan paralelogramın sayısıdır. ABC'dir. Deməli 2AY'dir. D bəndi düz gəlir burada da. D bəndi. Sonra BY vur CF bölü 2. BY vur CF bölü 2 o ABY'nin sayısıdır. Y bəndi bura düz gəlir. Deməli 47 nə oldu? 1'ə BY, 2'yə AD, 3'ə də C. Keçək 48'ə. Uyğunluğu müəyyən edin. Üçbucağın tərəfləri 16, 8. Tərəflər 16, 8 isə 6'nın kvadratı üstə gəl 8'in kvadratı 10'un kvadratına bərabər olduğundan bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın da sayısını tapanda katetlər hasının yarısını tapırıq. 24 eləyir sahə. Sayısı 24. B bəndi düz gəldi burada. Hündürlüyü 4. Hündürlüyü 4. Deməli katetlər hasılı bölü petrus olur gəlir. Yox. Keçək ikincisinə. Rombun tərəfi 8, içi bucağı 30. Rombun sayısı A kvadrat sinüs alfa
Tərəfi 8, 8'in kvadratı 64, sinüs 30'da 2'də 1, elə də 32. D bəndi düz gəldi. 32 sahəsidir. Sahəsin biz tərəfə bölsük, 32'ni 8'ə bölsük 4 eləyir. Hündürlüyü də 4, Y də düz gəldi. Üçüncü, kvadratın diagonalı 3 kök altda 2'dir. Kvadratın diagonalının yarısıdır sahə. 3 kök altda 2'nin yarısı 18, 2'ye bölündə 9. 9 A bəndi. A bəndi. Deməli, nömrə 48. 1'ə deməli B uyğun gəldi. 2'yə D, Y uyğun gəldi. 3'ə də A. Keçdi 49'a. 49. Uyğunluğu müəyyən edin. Birinci. Rombun tərəfi 6, iti bucağı 60. Sahə bərabərdir. Tərəfinin kvadratı vur sinus 60. O da kök altda 3 bölü 2. 18 kök altda 3. C bəndi düz gəldi. Keçdi ikincisinə. Üçbucağın tərəfi 13, 5, 12. 5'in kvadratı üstə gəlir, 12'nin kvadratı 13'ün kvadratı olduğundan bu üçbucağı düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın da sahəsi katetləri arasının yarısı olur. Eləyir 30. B bəndi düz gəldi. Üçüncü, kvadratın diagonalı 4 kök altda 3'dür. Sahəsi olur diagonalının kvadratın yarısı. 4 kök altda 3'ün kvadratı bölü 16, 48, 24. 24 de A bəndidir. Sonra burada nələr var? Hündürlüyü 3 kök altda 3. Üçbucağın hündürlüyü 3 kök altda 3 olmur, yox. Rombun tərəfi 6, bucaq 60. Bucaq 60'dırsa, ona 30. Romba baxalım bir ikinciyə. Deməli, rombun sayısını tapmışıq 30. 30. 30'u 6'ya böləndə tərəfə 10 eləyir. Rombun tərəfi yox. Rombun sayısı 18 kök altda 3'dür. 18 kök altda 3'ü 6'ya böləndə 3 kök altda 3. Onda D bəndi düz. Yəni rombun hündürlüyünü tapanda sahəsi 18 kök altda 3'ü tərəfə bölürük. 3 kök altda 3 edir. Deməli 1'ə CD uyğun gəldi. 49'da. B, A. Keçdi 50'yə. 50. Deməli ABCD poliqramın sayısını 32 verib. Onda üçbucaq ABC'nin sahəsi 32'nin yarısı olur. Bu eləyir 16. M nöqtəsi də BC'nin ortası olduğuna göre onda S üçbucaq AMC 16'nın yarısı olur. 8. Median üçbucağın sayısı yarıya bölür. Sonra O nöqtəsi diagonalların çəkmə nöqtəsi olduğundan O nöqtəsi AC'nin ortasıdır. Onda MOC'nin də sahəsi, MOC üçbucağının sahəsi 8'in yarısı olur. Median üçbucağının sahəsi yarıya bölür. Bu deyilir 4. 51. 51'də də həmin qayda ilə ABCD poliqram sayısı 24 verib. Tapırıq ABC üçbucağının sayısı. 24'ü böldüğü 2'ye oldu 12. Sonra AMC üçbucağının sahəsi. 12'ni böldüğü 2'ye 6. Sonra MOC üçbucağının sahəsi salam 6'nı böldüğü 2'ye 3. %52. Ölçüləri 4 vur 6 olan düzbucaqlı formasında torpaq sahəsində küncləri bu sahənin tərəflərinin orta nöqtəsində yerləşən dördbucaqlı şəklində
hovuz tikdilər. Hovuzun sayısını tapın. Ölçüləri 4/6 olan, bura 4, bura 6. Formasında torpaq sahəsində küncləri bu sahənin tərəflərinin orta nöqtəsində yerləşən şəkildəki kimi dördbucaqlı şəkildə hovuz tikdilər. Hovuzun sahəsini tapın. Hovuzun sahəsini tapın. Hovuzun sahəsini tapaq. Tapaq da hovuzun sahəsi. Diagonalları çəksək. Hovuzun diagonalları. Onda hovuzun sahəsi belə çıxır ki, düzbucağın sahəsinin yarısıdır. Düzbucağın sahəsi 6/4, 24'dür. Onda yarısı 32'dir hovuzun sahəsi. Nömrə neçədir? 52. 6'ın 4'ə vuranda 24, 24'ün yarısı neçə eləyir? 24'ün yarısı 12 eləyir də, 12. Nömrə 53. Yerə də hovuzun diagonallarını çəkək. Şəkildən görünür ki, hovuzun sahəsi, bu ağ sahə ilə üçbucağın sahəsi bərabərdir hər tərəfdə. Ona görə də hovuzun sahəsi düzbucağın sahəsinin yarısıdır. Düzbucağın sahəsi 6/8'dir, bölə 2'yə 24. Sonra 54. ABCD paralelogramında AB 4'dür. VAD 60'dır. M nöqtəsi VC tərəfi üzərində ixtiyari nöqtədir. AMD üçbucağının sahəsi 7/3'dür. Paralelogram perimetrini tap. Üçbucağın sahəsi 7/3'dürsə, onda ABCD paralelogram sahəsi ondan 2 dəfə çoxdur. 2'ni vururuq 7/3 eləyir 14/3. 14/3. Onda biz AB tərəfinə çəkilən hündürlüyü tapa bilərik. Yazaq H. AB-yə çəkilən hündürlük. 14/3 bölərik 4'ə. Eləyər 7/3/2. 7/3/2. Molla AB'ye çekilen hündürlük. B tepesine hündürlüğü çeksək. BAD 60 ise ABH 30. Bu da 60'dır. 30'un karşısındaki katet AH 2'dir. Bunda BH bərabərdir. 2/3. BH-ı tapdıq. Onda BH-ı tapdıq. S üçbucaq bərabərdir. AD tərəfi vurulsun. AD tərəfinə çəkilən hündürlük 2/3'dür. Böl 2. Üçbucağın da sayısı 7/3'dür. Onda AD oldu 7. 2'lər getdi, kök altda 3'lər getdi. AD 7'dirsə, perimetr ABCD 2 vurulsun 4 üstə gəl 7. Elədi 22. 55. ABCD poligramda A və D bucaqlarının tənbölənləri K nöqtəsində kəsir. KY perpendikulərdə AD, AY 8, 7, 2. AY 8, 7, 2. ABCD'nin sahəsi 120 olası AB tərəfinin uzunluğunu tap. Deməli, tənbölən olduğundan bura alfa düşüyü, bu da alfa olur. Bura beta düşüyü, burada beta olur. 2 alfa plus 2 beta 180 olur. Alfa plus beta 90 olur. Deməli, onda bucaq AKD də 90 olar.
180'dan 90 çıxar 90 olar. Düz bucağın üst bucağı oldu. Hündürlüyün xassəsinə görə KY bərabərdir. Kök altında 8 vur 2 elədi 4. Deməli KY tapdıq 4. Deməli 56 da eyni qayda ilə 55 kimidir. Tənbölən xassəsinə görə KP KY-yə bərabərdir. KY də hündürlüyün xassəsinə görə tapdıq. 9 vur 4 kök altında. Sonra sahəsini tapdıq ABC deyil.